Herkese selam, kanalıma ve yeni vloguma hoş gelmişsiniz. Necəsiz kızlar? İnşallah her bir kesin keyfi əhvalı yerindədir. O zaman özünüze bir çay süzün ve oturun. Güzel bir vlog hazırlamışam size. Onu izleyin. Əlbəttə ki, şərh bölməsində də fikirlərinizi yazmağı unutmayın. Temudan belə bir kazan dəstə almışam. Birinci istədim sizlərlə onu paylaşım. Çünki keçən vloga demişdim ki, gələn vlogda kazan dəstini paylaşacağım. Ətraflı olaraq birazdan ayrıca bir video çəkmişəm. O gələcək. Orada ətraflı olaraq izah eləmişəm hər bir şeyi. Əgər siz də Temunu hələ yükləməmişsiniz, mənim linkimdən keçid eləyib yükləyin və 150 manatlıq kupon əldə eləyəcəksiniz. 30% endirim kodumu da istifadə eləməyi unutmayın. Çox münasib qiymətə almış olacaqsınız o zaman. Aldıqlarınızı 30% endirimli qiymətə almış olacaqsınız. Deməli qızlar, bunun kargo açılımını çəkdim. İstədim ətraflı da çəkim. Neçə ədəd qazan olduğunu. Kutunun içərisindən 2 ədəd belə qulp çıxdı. Bunlar taxıla bilər qulplardır. Həm taxırsan, həm də çıxarda bilirsən. Bunu belə görməmiş olmazsınız. Yəni də göstərim. Bunu belə keçirirsiniz. Buradan basırsınız. Və olur belə bir tava. Sonra buradan basıb çıxartmaq olur. Bunun bir ərinə hələ ki çətinliyi çəkirəm. Amma çox qəşəng, xoşuma gəldi. Hər ehtimala qarşı elə bir qaşıq qoyublar ki, birdən evdə elə bir qaşıq olmaz. Yəni dəmir qaşıq vurmaq olmaz cızılmalara görə. Filan taxta və taxta silikon spatula qoyublar. Silikon spatula. Bir də belə bir atyorka çıxdı. Hər bir şeydə düşünüblər. Bu atyorka ilə qapağın bu hissəsini düzəltdim. Belə bir qapaqları var. 2 ədəd qapağı var. Həm o tavaya gedir, həm də belə bir qazan kimi bir şeydir. Vok tavası. 2 ədəd tavanın 1 ədəd qapağı var. Bunlar ona gedir. Böyüklüyü elə o razmerdədir. Bir dənə də belə balaca tavası var. Bu tavanın da qapağı həm budur, həm də bu qazana da bu qapaq gedir. Bunun isə qapağı yoxdur. Amma bunu da belə istifadə eləmək olar. Sonra 2 ədəd belə qapaqlar var. Hansı ki, bunun qazanın ağzını bağlayıb soyuducuya qoymaq olur. Yeməkləri saxlamaq üçün. Onlar da bunun qapağıdır. Qalınlığı qalın deyil, yalandan nə deyim, nazik materialdır. Firması budur. Və belə bu qədər. Qiyməti yazmışdım, məhsulun kodunu da yazmışam. Qiyməti 121 manata, yoxsa 122, yəni belə bir şey almışdım. 122 manata almışam. Əlavə olaraq orada kupon falan da istifadə eləmişdim. Çox xoşuma gəldi. Dediyim kimi, əsasən də bu çıxa bilən qulpları olmağını daha çox sevdim. Mən əslində Trendyoldan qazan dəsti almışdım bu yaxınlarda. Sonra məhsulum artıq kargoya verilmişdi, amma geri qaytarıldı. Və məhsulun qiyməti də, pul da mənə geri qayıtdı. Bilmədiyim səbəbdən ötəri yaşıl rəngdə qazanlar almışdım. Onu əslində 80 manata almışdım. Kuponla falan 120 manatlıq qazanlar idi və kuponla 80 manata almışdım. Amma dediyim kimi kargoya verilmişdi artıq. Yəqin ki, yolda qəza falan baş verib. Ona görə geri qaytardılar. Məhsulu da satıcıya geri qaytardılar. Pulu da kartıma qaytardılar. Mən dedim elə belə bir qazanlar alım. Həm yoxlamış olaram keyfiyyətini. Həm də dedim elə Temudan alaram. Trendyoldan artıq heç nə almağa əlim gəlmir. Bəzi bir-iki şey var ki, xoşuma gəlir Trendyoldan, amma ümumiyyətlə Trendyoldan alış-veriş eləmək istəmirəm. Bu da çox gözəldir, xoşuma da gəldi.
Məhsulun kodunu da yazmışam. İstəsəz girib baxarsınız, amma başqa rəngi yoxdur. Elə ağ rəngdir, krem rəngindədir. İstəsəz ala bilərsiniz. Çox keyfiyyətli qazan oxşuyur. Yapışdırmayan bir materialdadır. Və bu qədər. Bunu da sizinlə istədim bölüşüm. Burada isə Ajda stol çəkib makanın yanına başlayıb makan sürtməyə gəldim, gördüm ki, artıq köpüklüyüb və elə qəşəng də sürtür ki, sanki məndən görüb öyrənib. Həqiqətən də uşaq evin aynasıdır. Nə görür, onu da götürür. Mətəm qaldım özümdə, yəni mən onu məcbur eləməmişəm. Özü stol çəkib başlayıb makan sürtməyə. Onu da çəkdim elə. Burada isə axşam yeməyimizdir. Yoldaşım keçən dəfə belə naygeslər almışdı. Bunları mən airfryer'da hazırlayıram. Yanına da kartuşka fri var idi. Onu hazırladım. Ajda ilə Raul yedi. Yəni yoldaşım diyetdədir. O qədər də yemək yemir. Mən də çalışıram axşamlar yeməyim. Mənim üçün əsas şirniyyatdır problem. Bir də ki, mən su içə bilmirəm. Sudan irgənirəm. Yəni belə pis çıxmasın. Həqiqətən suyu içə bilmirəm. Sudan bir dad ala bilmirəm deyə içə də bilmirəm. Ürəyim istəyən kimi su və bu da mənim əlbəttə ki, çəki almağıma səbəb olur. Çəki itirə bilmirəm ona görə. İndi görə yay gəlir, bəlkə meyvələrlə falan suya töküb elə bir yəni suyu dadlandırıb bəlkə içməyə başlayaram. Burada da yoldaşım bazarlıq eləmişdi. Artıq bitmişdi evdə hər şey. Elə mən də spesifik yazdım və sağ olsun aldı gətirdi. Allah hər bir evin bərəkətini, ruzisini yetirsin. Cibi dolu olsun, hər bir kəsin istədiklərini, gördüklərini ala bilsinlər. Qızlar birdən soruşarsınız ki, bəs niyə evə ət almırsınız? Yəni bu bazarlıqda hal-hazırda ət yoxdur. Əslində filin toyuğu bazar storda indirim olduğuna görə, həm də mənim yoldaşım çox alır alanda, yəni bir 5-6 kilo alır. Fili bizdə daha çox istifadə olunur deyə fili alır. Onu da bazar stordan alıb. Bu bazarlıq obanın bazarlığı idi. Ona görə də burada ət məhsulu yox idi. Və bu da evə lazım olan yağdı, pendirdi. Yağ almamışdı düzdür, amma yəni pendirdi, smetandı, belə şeylər xırda. Südü də Raul içir. Hər axşam süd qızdırıb içizdirəm ona. Südü qaynatmıram əslində. İnək südü istifadə eləmirik də, yəni mağaza südü istifadə elədiyimizə görə südü qaynatmıram, qızdırıb verirəm. Təbii süd olanda əlbəttə ki, onu qaynadıram. Amma bu qabdakı südləri qaynatmıram, çünki niyə? Başqa vaxt balaca turbuçkalı qablarda südlər olur. Yəni onu alanda da şokoladlı süd olsun ya çiyələrli süd olsun, onu alanda da bəzən olur soyuq halda, bəzən olur ilaq halda verirəm, içirlər uşaqlar. Ona görə bu qablarda olan südləri qaynatmağa ehtiyac duymuram, görmürəm yəni bir mənasını ki, onu qaynadım. Ona görə də elə qızdırıb verirəm Raulçikə. Artıq yəni smesi neçə vaxtdır ki, içmir, çoxdan da smes içmir. Və bu da belə qızlar. Burada isə pankek hazırlayıram. Üzərinə şokolad falan heç nə tökmədim. Elə boş halda xoşlayırlar keks kimi yeməyi. Belə bir qab almışdım. Həmin o qabda həmişə pankek tökürəm, hazırlayıram. Daha rahat olur. Heç yana pankekin mayesi tökülmür. Çox rahat qabdır. Onu da Trendyol'dan almışdım. Linki də var mənim kanalımda. Keçidlərə səs topluluk bölməsinə orada linkini də qoymuşdum. Çox münasib qiymətə almışdım. Yadımda deyil qiyməti, amma 5-6 manat civarı idi və çox rahat bir şeydi. Bəzən olur blinçikədə qarışdırdıqdan sonra bu qaba tökürəm və blinçikədə o qabına yayıram. Burada mənim pankeklərimin rənginə fikir verməyin, çünki Ajda həyətə düşmüşdü və məni çağırdı. Mən də elə qaçdım onun yanına, yəni pəncərəyə çıxdım. Onda da vardı. Biraz gördüm çox qızarıblar, indi eybi yox, onsuz da yeyildi, noşucanlıqla yedilər uşaqlar da. Burada isə gedirik Ceyrangildən Novxanıya, bizim orada bir sevdiyimiz məkan var, Tiana restoranıdır. Həmişə oranın qutablarını və Sezar salatını çox bəyənirik, ona görə yenə üst tutduq həmin məkana. Və gəldik artıq məkana. Çox əyləncəli yerləri də var. Uşaqlar üçün atraksiyonları falan. Raul çıxdı burada televizora baxır.
olmazsa olmaz. Mütləq televizora baxmalıdır Raul, yoxsa dayanmır bir yerdə. Burada isə sifarişlərimiz artıq yavaş-yavaş gəlirdi. Göz haqqınızı halal eləyin. Qiymətləri də çox münasibdir. Məsləhətli yerdir, ailəvi bir məkandır. İstəsəz belə bir yer axtarışındasınızsa üst tutmanızı məsləhət görərdim. Və bu qədər. Bura kimi izlədiyiniz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Hələlik. Gözümün ışığı karası yan